Ay qardaşım, valla bu müdürünki adam işlətmək deyil. Düz deyirsən, Sabit, bezmişəm məndə. Nə düz əməlli maaşımızı verir, nə düz əməlli vıxadnoyumuz var. Gəlirsən o boyda yolu Şıxova, elə sənin maaşın yol puluna get. Onları qoydum qırağı, eşşək kimi işləyirik bütün günü. Hər şeydən də narazıdır. Gəlir elə bir dənə nəsə pritsina tapır da. Vapçın bura bax, gedirik, deyirik ki biz işdən çıxırıq. Bundan əvvəl acından ölmürdük ki, bizə hər yerdə iş var da. Gedirik, bəlkə maaşımız da qaldırır. Doğruda dilin topuq vurmasın, dirənki çıxırıq işdən, vəsə. Hə, mən dirəşəcəm, maaşımızı da qaldıracaq. Hətta oyanmayan eləsə olmasa çıxar o da, neyəyək? Səmaya xanım, mən çıxıram işdən. Nə verdiyiniz maaşdır. Bütün günü eşşək kimi işləyirəm, o da bəyənmirsiniz. Ya mənim maaşımı qaldırın, ya da mən işdən çıxıram. Çıxırsan çıx da. Sən burada məcbur saxlayan var. Məcbur deyəndə ki... Sabit, sənin nə problemin var? Mən vallahi heç bir problemim yoxdur. Prosta deyir çıxıram işdən, qaçdım ki, çatam ki, indiki zamanədə qardaş pul qazanmaq olmur. Heç bir müdir, heç bir eləçi maaş vermir. Səmaya xanım bizə 400 manat maaş verir. Yəni bunları demək üçün mən gəlirəm dalından gördüm yox, qoşulub çıxmaq istəyir. Adamın kişiliyi olar, Kişilik deyəndə ki, evə çörək aparmayandan sonra nə kişi, arvad deyiz adamın kişi saymır.